Salam əziz izləyicilər. Bugünkü sualımız Ələddin Məmmədli və İbrahim Məhərrəmovun kitabındandır. Çox maraqlı sualdır. ABC üçbucağın təpə nöqtəsinin koordinatları verilib. Bucağın tangesini istəyir. Deməli, ABC üçbucağında A bucağın koordinatı -1, 4, B nöqtəsinin koordinatları 2, 0, C nöqtəsinin koordinatı 6, 6'dır. ABC bucağının tangesini istəyir. Deməli, bucağın tangesini tapmaq üçün birinci üçbucağın sahə düsturunu sinusla ifadə edəcəm. S bərabərdir 2'də 1. Baxın, AB vurulsun BC, AB vurulsun BC bucağın sinusu. Sinus B bucağı. Sonra sinus B bucağını tangens B bucağına çevirəcəm. Yəni sinusu tangensinə ifadə edəcəm. İndi üçbucağın sahəsinin tapılmasının da ən gözəl yolu bu üçbucaqda koordinatlarla verilərsə matris yoludur. Matris yolu. Matris yolunun birinci qaydanı yada salaq. Deyək ki, A nöqtəsinin koordinatı A1, A2'dir. B nöqtəsinin koordinatı B1, B2'dir. C nöqtəsinin koordinatı C1, C2'dir. Və S bərabərdir 2'də 1. Koordinatları yazaq. Hansı nöqtə ilə başlayıramsa, axırda da o nöqtəni təkrar yazacağam. Əgər A ilə başlayıramsa, A'nın koordinatlarını yazacağam axırda. B ilə başlayıramsa, B'nin koordinatlarını yazacağam axırda. Məsələn, deyək ki, B ilə başlayıram. B1, B2, C1, C2, A1, A2 və yenə B ilə başlamışamsa deyə B1, B2 ilə də qutarıram. Bunu hansı ilə başlasınız da fərqi yoxdur, eyni cavab alınacaq. İndi vurma istiqamətinə baxaq. Əvvəl belə vururuq, baxın. Biz tünd rəng eləyək. Baxın, əvvəl belə vururuq. B1, C2, üstə gəl. C1, A2, üstə gəl. A1, B2 çıxılsın. İndi fərqli rəngdə eləyək. İndi B2, C1, üstə gəl. C2, A1, C2, A1, üstə gəl. A2, B1. Baxın, düstur budur. İndi bu düsturu tətbiq eləyək. Koordinatları yazaq. S bərabərdir 2'də 1. Məsələn, mən burada başlayıram. Deyək ki, C nöqtəsindən 6, 6. A nöqtəsinin koordinatı -1, 4. B nöqtəsinin koordinatı 2, 0. C ilə başladığıma görə C ilə də qutarıram. 6, 6. 2'də 1. Mötərizə açaq. 6'nı 4'ə vururam. 24. -1'i 0'a vururam. 0. Üstə gəlsin. 2'ni 6'ya vururam. 12. Çıxılsın. Mötərizə açaq yenə. İndi 6'nı -1'ə vururam. -6. Üstə gəl. 4'ü 2'yə vururam. 8. Üstə gəl. 6'nı 0'a vururam. 0. 2'də 1. İndi hesablayaq. 24 üstə 12. 36 çıxılsın. -6 üstə gəl. 8 gələndə 2 verir. 34'ü də 2'yə böləndə 17 verir. Deməli, sahəmiz oldu 17. Silək artıqları burada. Sahəni 17 aldıq. İndi AB tərəfinin uzunluğunu tapaq və BC tərəfinin uzunluğunu tapaq. AB'nin uzunluğu tapmaq üçün A nöqtəsinin koordinatı, bura qeyd eləyək, gözümüzün qabağında olsun, -1, 4. B nöqtəsinin koordinatı 2, 0. C nöqtəsinin koordinatı da 6, 6'dır. Baxın, AB'nin koordinatını tapmaq üçün deməli, biz burada AB məsafəsini tapmaq üçün iki nöqtə arasında məsafə düsturunu tətbiq edirik. Düsturu yada salaq. Koordinatı x1, x2 olarsa, B nöqtəsinin koordinatı da y1, y2 olarsa, AB iki nöqtə arasında məsafə düsturuna görə x2 çıxılsın y2 kvadratı üstə gəl.
x1 çıxılsın, x2 çıxılsın, x1 çıxılsın, y1-in kvadratı. Biz əvvəl AB nöqtəsinin koordinatını tapaq. Deməli, AB-ni tapmaq üçün, yəni çıxıb sonra kvadratı da yüksəldib hesablaya bilərik. 2-dən -2-ni çıxıram. Aşağıda yazaq. AB-nin koordinatını tapaq. 2 çıxılsın -1, 0 çıxılsın 4. 0 çıxılsın 4. Koordinatım olur 3, -4. Bunda AB-nin uzunluğu olar kök altında 3-ün kvadratı üstə gəl -4-ün kvadratı. Bu deyilir 9 üstə gəl 16, 25, yəni 5 çıxır. AB-nin uzunluğu 5. İndi BC-nin uzunluğunu tapaq. C-dən B-ni çıxaq, C-dən B-ni çıxaq. 6-dan 2-ni çıxıram 4. 6-dan 0-ı çıxıram 6. Yəni BC-nin uzunluğu bərabərdir kök altında 4-ün kvadratı üstə gəl 6-ın kvadratı. Bu deyilir 16 üstə gəl 36. Kök altında 52. 52-ni də 4 vur 13 yazsa 2 kök altında 13'dür. Bunun da uzunluğu oldu 2 kök altında 13. İndi yerinə qoyaq hesablayaq. Baxın bu düsturda yerinə qoyaq hesablayaq. Sahə 17-yə bərabərdir. 2-də 1. AB-nin uzunluğu 5'dir. BC-nin uzunluğu 2 kök altında 13'dür. Sinus B bucağı bərabərdir 17-yə. 2'lər ixtisar olunur. Buradan alırıq ki, sinus B bucağı bərabərdir 17 bölünsün 5 kök altında 13. Sinus B-ni tapdıq. Silək. Sinusu indi tangensindən ifadə eləyək. Bölünsün 5 kökdə 13. Biz bunu düzbucaqlı üçbucaqla da eləyə bilərik. Yəni bucağın sinusu verilərsə, deməli B bucağı, deyək ki, A bucağı, məsələn C bucağıdır. Sinus B bucağı verilərsə, düzbucaqlı üçbucaqda bilirik ki, qaydaya görə, məsələn B, A, C, B böl C, bu da A-dırsa, bu bucağın sinusu, sinus B bucağı, üçbucaqda, düzbucaqlı üçbucaqda bucaq və tərəf arasında əlaqə düsturuna görə bucağın sinusun qarşısındakı tərəfin hipotenuza nisbətidir C-yə. Bax, bu düsturu tətbiq edib və B bucağını təyin eləyək. B-nin qarşısında, B bucağının qarşısında duran tərəf 17-dir. Hipotenuz isə bizdə 5 kökdə 13'dür. İndi bu bucağın tangensini tapsaq, yəni verilən bucaq B bucağının tangensini tapsaq, tangensi tapmaq üçün, bax burada tangensi tapaq birinci. Tangens B bucağını tapmaq üçün bucağın qarşısındakı tərəfin bitişik katetə nisbətidir. Yəni B-nin A-ya nisbəti, B-nin A-ya nisbətidir. Deməli biz burada AB tərəfini tapmalıyıq. Bunu da Faqor teoremini tətbiq edirik. AB-nin uzunluğu bərabərdir kök altında 5 kökdə 13'ün kvadratı. 25 silək bunu. 25 vurulsun 13. 75 325. 325 çıxılsın 17'nin kvadratı 289. 325'dən də 289 çıxanda 36 verir. Deməli AB-nin uzunluğu 6'dır. Yəni tangens B bucağı, tangens ABC bucağı qarşı katetin, bucağın qarşısında duran katetin bitişik katetə nisbəti 17'nin, buranı 6 aldıq, 17'nin 6'ya nisbəti. Cavabımız eləyir 17/6 Y variantı. Qulaq asdığınıza görə təşəkkür edirəm. Onlayn dərslərə qoşulmaq istəyirsinizsə 051
988 21 71 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun.